Salam, bugünkü araşdırmamızda böyük bir hərbi işğal ərəfəsində verdiyi qərarlarla hamını təəccübləndirən bir liderin hekayəsinə baxacağıq. Gəlin bir anlıq təsəvvür edək. Siz komandansınız. Ordunuz möcüzəvi şəkildə çayı keçib qələbəyə tam hazırdır. Düşmənləriniz isə sözün əsl mənasında dəhşət içindədir. Hücum üçün bundan yaxşı vaxt ola bilərmi? Yəqin ki, yox. Amma lider Yeşua heç bir hərbi liderin ağlına gəlməyəcək bir addım atdı. Baxın, biz onun qəribə ibadət anlarına, fəthdən əvvəlki əhdinə, cəbhə xəttindəki ziyafətinə və döyüşün ortasındakı qurbangahına nəzər salacağıq ki, bütün bunların arxasında duran o əsas prinsipi anlayaq. Yaxşı, gəlin başlayaq. Deməli, Yeşua 3 fərqli, amma olduqca kritik məqamda hər şeyin təcili olduğu bir vaxtda məhz ibadət üçün fasilə verməyi seçdi. Gəlin görək, bu onun strategiyası haqqında bizə əslində nə deyir? Gəlin onun ilk heyrətamiz əmrinə keçək. Bu əmr düşmən torpağına ayaq basan kimi verilir. Onun bu qərarını anlamaq üçün əvvəlcə gərək əhd anlayışını başa düşək. Çünki bu, İsrailin kimliyinin varlığının mərkəzində dayanırdı. Bu sadəcə bir söz deyildi. Allahla İsrail xalqı arasındakı müqəddəs, pozulmaz bir razılaşma və bir sıra vədlər var idi. Baxın, bu ziddiyyət həqiqətən də heyrətləndiricidir. Məntiq nə deyir? Döyüşçülərini dərhal döyüşə hazırla. Amma Yeşua nə edir? Onları günlərlə zəiflədəcək bir ritual keçirməyə əmr edir. Hər kəs düşmənin qorxusundan istifadə etməyi düşünərkən, o mənəvi bir öhdəliyi yeniləmək üçün bütün kampaniyanı dayandırır. Yaxşı, bəs niyə belə bir şey etsin ki? Məsələ Allahın lütfünü qazanmaq deyildi. Bu bir təşəkkür idi. Möcüzəvi çay keçidinə görə bir minnətdarlıq jesti. Bu həm də onların əhdini yeniləmək idi. Bir növ deməkdir ki, bizim güvənimiz öz ordumuza yox, Allahın qüdrətinədir və bu yanaşma davam edir. Onun növbəti addımı da eyni dərəcədə qəribə idi. Bu dəfə o, ordunu milli bayram üçün yenidən dayandırdı. Düşünün, cəbhənin düz ortasında onlar Pasxa bayramını qeyd etdilər. Bu elə bir bayram idi ki, onların keçmişini, bugününü və gələcəyini bir-birinə bağlayırdı. Sanki bir xatırlatma idi. Bu döyüş əslində çox daha böyük bir xilas hekayəsinin sadəcə kiçik bir parçasıdır. İndi isə gələk 3-cü və sonuncu fasiləyə. Bu bəlkə də ən təəccüblüsüdür. Çünki döyüşlərin tam qızğın vaxtında baş verdi. Yeşua bütün hərbi kampaniyanı saxlayıb, daşdan bir qurbangah tikməyi və Allahın qanununun sözlərini hamının gözü qarşısında o daşların üzərinə yazmağı əmr etdi. Bu illər əvvəl Musanın verdiyi bir əmrə birbaşa itaəti idi. Bu hərəkət bir şeyi çox aydın göstərdi. Əsas məsələ qəçib torpağı fəth etmək deyildi. Əsl məqsəd o torpaqlarda Allaha itaət edərək yaşamaq idi. Beləliklə, gəlib çıxdıq əsas məqama. Bu 3 qəribə görünən hərəkət, ritual, bayram və qurbangah hamısı tək bir güclü prinsipə işarədir. Bütün bu strategiyanın açarı məhz bu sözlərdədir. Yeşua dərk edirdi ki, əsl uğur və qələbə Allahla olan münasibəti bütün digər, hətta ən vacib görünən məsələlərdən belə üstün tutmaqdan asılıdır. Yaxşı, bəs bütün bunların bizə nə aidiyyatı var? Mənbə çox güclü bir paralel aparır. Qədim müharibənin o amansız təzyiqi ilə bizim bugünkü daima məşğul olan həyatımızın təzyiqi arasında. Fikir verin, bizim də həyatımızda komfort, uğur qazanmaq kimi məsələlər o qədər ön plana çıxır ki, gündəlik işlər bütün vaxtımızı o qədər aparır ki, əsl təməlimiz olmalı olan şeyləri, məsələn, Allahla və ya ailəmizlə olan münasibətlərimizi çox asanlıqla ikinci plana atırıq. Bəs bütün bunlardan çıxaracağımız nəticə nədir? Biz də bu ən vacibi birinci yerə qoymaq prinsipini öz həyatımızda tətbiq edə bilərik. Necə? Şuurlu şəkildə bir anlıq dayanıb, təməllərimizin nə olduğunu xatırlayaraq, əsas dəyərlərimizə olan bağlılığımızı yeniləyərək və inanaraq ki, bu məhdud zamanımızın ən doğru sərmayəsidir. Və bu da bizi son bir düşüncə ilə baş-başa qoyur. Sizin öz həyatınızdakı o qaçaqovda hansı təcili görünən döyüş sizi əslində həqiqətən vacib olandan yayındırır?